Bu ilin noyabr ayında istehlak qiymətləri ötən ilin noyabr ayına nisbətən 5,5%, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1%, qeyri-qida məhsulları üzrə 2,5%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7% artıb. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, noyabr ayında istehlak qiymətləri əvvəlki aya, oktyabra nisbətən 0,3%, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7% bahalaşıb. Bu ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, südün, yumurtanın, armudun, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, soğanın, kartofun, qara və yaşıl çayın, alkoqollu içkilərin, ucuzlaşma isə makaronun, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, ağkələmin, göyərtinin, balqabağın, lobyanın, süfrə çuğundurunun, yer kökünün qiymətlərində müşahidə olunub.